Salam əziz və dəyərli xanımlar, yaxın əyləşin. Dəri tonunuzun açılmasını istəyirsinizsə, gözlə görüləcək dərəcədə qara nöqtələrdən təmizlənmək istəyirsinizsə, sonra məsamələrin düzəlməsini istəyirsinizsə, dediyim kimi ləkələrin gözlə görüləcək dərəcədə açılmağını istəyirsinizsə, sizin üçün ucuz bir məhsul göstərəcəm. Necə istifadə edəcəksinizsə, onu deyəcəm. Dediyim kimi dəri tonunu hamarlaşdırır, ləkələri azaldır, hüceyrə bərpasını sürətləndirir, ölü dəridən sizi azad eləyir. Üzünüz o qədər gözəl, parıltılı görünəcək. Amma indi tez mən başlayana qədər çox xahiş edirəm. Əgər istəyirsinizsə ki, videolarımın ardı gəlsin, sizin üçün biri-birindən dəyərli videoları paylaşım. Gözəl bacılarım, elə indicə hansı səhifəmdən baxırsınızsa, YouTube, Facebook, Instagram, TikTok, hansından baxırsınızsa tez takip atmağı unutmayın. Gözəl şərhlər yazın mənim bacılarım, çünki mən də onda həvəslənib sizin üçün günü-günündən daha gözəl videolar çəkirəm və suallarınıza cavab verirəm. Mənim əzizlərim, 2025-ci ildə, hətta 2024-cü ildə Koreyanın ən öndə gedən məhsulu seçildi. Bu gözəllik məhsulu seçildi. Qadınların səs vermə olundu və bu qadınların ən sevimli bir məhsuluna seçildi. Birinci yerdə getdi. Həqiqətən də belədir. Bu mən də bilmirəm neçəncisisə qabdır. Baxın, üstündə şəklini qoyacağım. Mən Valbrist deyilən yerdən almışam. Sizdə Azərbaycanda Temudan və yaxud bütün kosmetik vasitələr satılan mağazalarda olacaq. Üstündə şəklini qoyacağım. Amma adını oxuya bilməyəcəksiniz. Çünki Koreya dilində yazılıb. Siz hər bir kosmetik məhsullar satılan mağazalara gedib Məryəm xanım enzim pudrası haqqında danışıb, bizə onu verin, üzümüz üçün sizə verəcəklər. Hətta təsəvvür edin, qol altı qaralmalar, dizinizin qaralması, bədəninizdə bir qaralan yerlər varsa, boyun arxası, üz, əliniz, hər bir yerinizə, dizinizə sürtə bilərsiniz. Necə edəcəksiniz ki, necə edəsiniz? Adi pudra kimidir. Bir də qiymətini sual verəcəksiniz ki, Məryəm xanım neçə almısınız? Valbristdən nəsə alanlar bilir. Bir çox məhsulları sifariş edirəm və bir yerdə götürdüyüm üçün kartdan çıxır pul Rusiyada. Ona görə qiymətini dəqiq bilmirəm. Amma bilirəm ki, ucuzdur və məndə neçənci dediyim kimi qabdır ki, artıq tutarmışam. Çox xoşuma gəlir. Xanımlar, sizin də vazgeçilməziniz olacaq. Hətta mən oxuyuram ki, şərhlərdə bəzi xanımlar saçlarının dibinə də kəpəyin qarşısını almaq üçün özünüz də internetdə yazın, enzimli pudra, enzim pudrası çıxacaqdır. Görün, necə gözəl şərhlər yazırlar xanımlar. Və sizlərin də çoxunuzun xəbəri olmadığı üçün mən bunları paylaşıram və gözəl sözlər yazırsınız. Sevgiləriniz, dualarınız hamısı qarşılıqlıdır. Baxın, belə açırsınız qabını, saçınızı yığırsınız. Gördünüzmü pudra kimi? Baxın, bunu bir məsələ var ki, mənim əzizlərim, belə quru-quru üzünüzə vurmayacaqsınız. Əvvəlcə onu deyim ki, üzünüzü qəşəng mitsilyar suyu ilə, yəni üz təmizləyici vasitə, makyaj təmizləyici vasitəyə mitsilyar su deyirlər. Sual verildiyi üçün deyirəm ha. Yəni adi əlinizi sulayıb da vura bilərsiniz. Mən üz üçün minerallar, bunu da videolarını paylaşmışam səhifəmdə. Üzümüz üçün belə adi vurmaq üçün üzümüzə, baxın, belə bir şeydir. Var səhifəmdə videoları. Mən bu sudan istifadə edirəm bugün sizə göstərmək üçün. İndi baxın ki, bu necə möcüzəvi halda köpüklənəcək. Yəni üzünüzə də vuranda, gərək əlimi çox sulayaydım. Üzünüzə də vuranda bu köpüklənəcək. Baxın, baxın. Pirsipkanın, bax pirsipka kimi şeydir, pudranın belə olmağını heç görmüşdünüz. Deməli, həssas dərilər hamısına olar, prişkilərin ləkəsini açır. Hamıya olar əslində. Amma siz mən nə göstərirəmsə göstərim, ümumiyyətcə kim nə göstərir göstərsin, birinci burada vurun, yoxlayın, gözləyin, görün ki, sizə pis təsir eləmir ki, əzizlərim. Yenə də deyirəm, üzünüz təmiz olmalıdır. Baxın, belə eləyirsiniz və vurursunuz üzünüzə, yoxlayırsınız. Prişkilərin ləkəsi, bütün növ gün ləkələri olsun, doğuş ləkəsi olsun, hamısını aparır. Hətta prişkilərdən qalan, görürsünüz üzünüzdə yanıq irzimi, nəmi, onların da hamısını aparır. Baxın, beləcə vurursunuz. Dediyim kimi, əlinizi əslində azla gedir. Prosto mənim əlim indi su olmadığına çox istifadə elədim. Yoxsa bir dəfə eləyəndə bəs eləyir mənim gözəllərim. Gözəl bacılarım, bəylər də vura bilər üzünə, əgər üzünüzə qulluq eləyirsinizsə. Baxın, göz altına vurmursunuz. Qalan hamı uşaqlara olmaz. Hətta hamilələr də vura bilər. Dediyim kimi, baxın, siz bilsəniz ki, bunun necə sonradandan üzünüz o qədər gözəl olur. Belə masaj eləyirsiniz, heç vaxt üzünüzü üzü aşağı masaj eləməyin. Peeling rolu oynayır, çox bərk olmaz sürtmək. Belə eləyirsiniz, çox dərin təmizlənmə istəyirsinizsə, mənim əzizlərim, dərindən təmizlənməyini istəyirsinizsə,
3-4 dəqiqə saxlaya bilərsiniz. Əlinizin üstünə də vura bilərsiniz. Mən pastayan kofelər olsun, ümumiyyətcə peeling, inanın ki, mən əlimə üzümdən çox qulluq edirəm. Çünki əlimiz bizim daha da yaşımızı tez biruzə verir mənim əzizlərim. Boynunuza da vura bilərsiniz. Baxın, vurdum. İndi gözləyəcəm 2-3 dəqiqə quruyandan sonra gedib yuyacam adi ilıq su ilə və üstdən hansı kremlərdən istifadə edirsinizsə, mənim videolarım var, mən nəydən istifadə edirəm, həmən kremlərdən vura bilərsiniz üzünüz quruyandan sonra. Qızlar, üzünüzə gözəl qulluq edin. Tərkibində o qədər gözəl vitaminlər, minerallar var. O qədər gözəl bir şeydir ki, bunu mən sözlə izah eləyə bilmirəm. Özünüz yazsanız görəcəksiniz. Yəni ki, deməyin adı nədir? Enzimli pudra, enzim pudrası yazırsınız. Cürbəcürləri ola bilər. Tək bundan axtarmayın ki, Məryəm xanım başqasını göstərmişdi. Cürbəcürləri ola bilər. Yəni enzim pudrası olsun. Əlinizə deyirsiniz, peeling roll oynayır. Bax, hal-hazırda hiss edirəm ki, üzüm o qədər gözəldir. İndi gedib yuyacam. İncəl bacılarım, həftədə 2-3 dəfə eləyə bilərsiniz üzünüzə. Bütün suallarınıza cavab verdim. Çünki eyni suallar gələndə eyni cavabları yazmaq mümkün olur. Mən çatdıra bilmirəm. Mən təkəm, sizsə çoxsunuz. Mənim gözəllərim, bol-bol ilıq su üçün içəridən sağlam olmalısınız ki, üzünüz də daha bunlardan istifadə edəndə üzünüz daha da gözəlləşsin. Yoxsa toksinlərlə zəngindirsə orqanizminiz, çətin ki, üzünüz, saçınız, dırnağınız gözəlləşsin. Mənim əzizlərim, bir də onu deyim ki, əgər istəyirsinizsə bütün Məryəm xanımın qızıl qaydalarını öyrənmək, gözəllik sirlərini öyrənmək, günü-günündən gözəlliyinizin üstə gözəllik gəlməsini istəyirsinizsə, yaşınızdan asılı olmayaraq qocalmanızı ləngitmək istəyirsinizsə və bütün orqanizminizin sağlam uşaq orqanizmi kimi olmağını istəyirsinizsə ki, bu mənim qrupumda nail ola bilirsiniz. Qrupumda ona görə ki, ancaq sağlam menyular göndərirəm. Böyük qarnından azad olursunuz, qəbzlikdən azad olursunuz. Amma siyana çaysız, aclıq otsuz, dəvə gözsüz onlara nifrət eləyirəm. Qazdan, köpdən, qarın gürültüsündən azad olursunuz. Çünki tam sağlam həyat tərzi sürürsünüz. Onsuz da səsim bütün dünyaya yayılıb mənim əzizlərim. Və belə bir qrup ola bilərmi ki, ili 20 manata. Sizə inandırıcı gəlmir? Bəli, mənim qrupum bircə dəfə 20 manat ödəyib gəlirsiniz. İstər bəylər, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Bircə dəfə 20 manatın içində bütün bu saydığım özəlliklər, bütün saçınız üçün, üzünüz üçün, əliniz üçün, hətta dırnaq göbələyindən azad olmağın belə sirlərini sizə öyrədəcəm. Mənim əzizlərim, buyura bilərsiniz. Amma nömrəmi dediyim kimi yaddaşa salın. Əgər bir də onu deyim ki, mən sizə heç nə satmayacağım. Nə arıqlama çayı, nə arıqlama şokolad, nə arıqlama kofesi. Çünki onlar dəhşət saçır. Ümumiyyətcə aptekə də getməyəcəksiniz. İstəyirsinizsə nömrəmi necə deyirəmsə o cürə yaddaşa salın. Heç bir əlavələr eləməyin əzizlərim. Təbii ki, məsləhət bilirsinizsə, dünyanın harasından yazırsınızsa yazın. Nömrəmi yaddaşa necə tələffüz edirəmsə o cürə yaddaşa salın. Heç bir əlavələr etməyin mənim əzizlərim. Yoxsa tapa bilməyəcəksiniz WhatsApp nömrəmi. Da gələk. 7 901 288 26 94. Mən indi gedib üzümü yuyacam əzizlərim, özümün kremimi sürtəcəm, səhifəmdə var, baxa bilərsiniz. Mən bu gözəlliklərlə, yəni o qədər gözəl təsir edir ki, insanın əhval-ruhiyyəsi açılır. Sizə də arzu edirəm və şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.